Baş vermiş axır zaman əlaməti. Hal-hazırda bir çoxunuzun xəbərsiz olduğu çox önəmli bir həqiqət var. Axır zamanda olduğumuz. Axır zaman dünyanın axırı, zamanın sonu deməkdir. Axır zamanda olduğumuzu bizə bildirən isə Peyğəmbərimizin sallallahu aleyhi və səlləm düz 1400 il öncədən axır zaman əlamətlərini xəbər verdiyi hədislərdir ki, bunlardan 600-ə artıq möcüzəvi şəkildə eyni ilə Peyğəmbərimizin sallallahu aleyhi və səlləm hədislərdə təsvir etdiyi kimi reallaşıb. Müsəlmanların bir-biri ilə vuruşması, iki böyük İslam ordusu bir-biri ilə müharibə etmədikcə qiyamət qopmayacaq. Müsəlmanlardan iki qrup bir-biri ilə vuruşmadıqca qiyamət qopmaz. Bunlar arasında böyük müharibə olar, amma məqsədləri bir olar. Hədislərdə xəbər verildiyi kimi, Hicri 1400-cü ilin əvvəlindən etibarən bəzi müsəlman ölkələri arasında müharibə və qarşıdurmalar baş verib. İran-İraq müharibəsi, 1990-cı ildə İraqın Küveyti işğal etməsi bunlara nümunədir.